Salam dostlar, gəlin indi də testlər edək. Deməli, kimyanın ilkin anlayışları və kimyanın ilkin anlayışları, maddələr, xassələri, təsnifatı, qarışıqlar və onların ayrılması. Əgər eyni tipli suallar olacaqsa, mən keçəcəm artıq başqa suala. Distilə ilə ayrılma üsulu əsasən maddələrin hansı xassəsinin müxtəlifliyinə əsaslanır. Əgər siz orada mənim izahıma baxsaz, ümumi kimya bölməsində, orada mən demişəm ki, distilə ilə ayrılma üsulu qaynama temperaturlarının fərqliliyinə əsaslanır. Məsələn, metanolla deyək ki, su və ya etanol su, etilasetat su və s. qaynama temperaturları fərqli olduğu üçün su ilə ayrılması mümkündür. Ona görə olur nə? Qaynama temperaturu. Ona görə də oldu nə? Qaynama temperaturu. Sonra keçirik aşağı. Burada gəldi durultma ilə ayrılma üsulu. Durultma ilə ayrılma üsulu misal üçün aiddir sıxlıqları fərqli olan iki maddənin qarışığı. Deyək ki, misal üçün deyirəm, yağı götürək və suyu götürək. Orada onların sıxlığı müxtəlifdir deyə onlar bir-birindən ayrılacaqdır. Belə. Ona görə də neyinirik? Burada da sıxlıqlar fərqli. Sonra keçək xromatoqrafiya ilə ayrılma üsulu. Nəyə əsaslanır? Xromatografiyada absorbent var, yəni hansısa bir bərk maddədir və onun üzərindən maddələr keçirilər və həmin o absorbentin təbiətinə görə onlar o absorbentin üzərindən ya az sürətlə keçirilər, ya böyük sürətlə keçirilər. Ona görə nə? Adsorpsiya qabiliyyətinə əsaslanmışdır. Bu olur nə? Absorpsiya qabiliyyəti. Sonra gəlin belə hansı kimyəvi işarə bəsit maddəni göstərir? Bəsit maddələr nədir? Yəni bir növ elementdən ibarətdir. Amma buradakı brom, hidrogen, xlor və azot element şəklindədir. Maddə deyirlər. Çünki maddə şəklində bunlar ikivalentli olur. Ona görə də bəsit maddə burada olur nə? Neon. Yəni inert qaz, təsir. Hansı 6-cı suala baxaq. Bəsit maddələri göstərin. Baxın, bəsit maddə burada H2O ola bilməz. Çünki müxtəlif növ elementlərdən ibarətdir. Müxtəlif növ atomlardan ibarətdir. 2-də D variantında həmçinin həm H var, həm O var. Yəni 2 növ atomdan ibarətdir. Bu da mümkün deyil. Baxırıq, yəni bir növ atom olmalıdır. Bu da B variantıdır. Mürəkkəb maddələri göstərin. Eyni prinsiplə gedirik. NH3, yəni amoniakda görürük ki, müxtəlif növ atomlardır. Azotda var, hidrogendə var. Ona görə 1 ola bilər. Və HNO3, burada da həm hidrogen var, həm azot var, həm oksigen var. Və 1, 3 olur cavab. B. Bu belə tipdə məsələləri həll etmək üçün Mendeleevin
dövrü cədvələ baxmalısınız və orada birinci qrup, ikinci qrup elementləri, həmçinin 5, 6 və 7-ci qrup, əsas qrup elementlərini əzbərləməlisiniz ki, məsələləri həll etmək asan olsun. Sonra gəlin nəcib qazı göstərək. Nəcib qazlar, baxın, helium, neon, argon, ksenon, kripton və radon. Bunlar hamısı nəcib qazlardır. Ona görə də neon olur nə? Nəcib qaz. 8-ci qrupdakı elementlər olur nəcib qazlar. Nəcib qazı göstərin. Bu da bayaqki misala əsasən baxın yazmışam. Helium, neon, argon, ksenon, kripton, radon və burada da nə olur? Argon olur nəcib qaz. Argon olur nəcib qazımız. Hansı element 2 atomlu bəsit maddə əmələ gətirir? Hansı element dəmir metaldır? Deyil. Karbon 1 atomlu. Helium nəcib qazdır 1 atomlu. Silisium 1 atomlu və azot əmələ gətirir 2 atomlu maddə, bəsit maddə əmələ gətirir. Sonra gəlin bura baxaq. Burada hansı element 2 atomlu bəsit maddə əmələ gətirmir? Gətirmir deyil. Bayaq dedik. Silisium əmələ gətirmir. Əmələ gətir. Metalı göstərin. Metal burada nədir? Ferrumdur, yəni dəmir. Qeyri-metalı göstərin. Qeyri-metal oksigendir. Qalan hamısı metaldır. Dəmirlə kükürddən ibarət qarışıqdan dəmiri necə ayırmaq olar? Dəmir ferromaqnitdir. Maqnitə yapışır. Ona görə də maqnitin köməyi ilə ayırmaq mümkündür. Həmçinin nikeli də, kobaltı da, iterbi, bunlar nədir? Ferromaqnitlərdir. Ferromaqnitlər maqnitə yapışırlar. Şəkərlə su qarışığından şəkəri necə ayırmaq olar? Şəkər suda həll olur və suda həll olduqdan sonra suyu buxarlandırmaqla şəkəri sudan ayırmaq olar. Ona görə də nə olur? Cavab olur buxarlandırma. Bəsit maddələr verilmişdir. Bəli, duda, azon, qrafit, oksigen, qırmızı fosfor və bunların bəsit maddələrdirsə bir növ atom var. Bu maddələrin tərkibində neçə kimyəvi element var? Neçə kimyəvi element var? Hər birində bir dənədir. Ona görə də nə olur? 5 dənə kimyəvi element. Sonra əgər baxın burada sualda biraz səhvlik var. Çünki bu demir eyni kimyəvi elementdirmi, yoxsa müxtəlif kimyəvi elementdirmi? Əgər müxtəlif kimyəvi element deyilirsə, onda olur bunlar ikisində eyni 1, azonla oksigenda 2 və qırmızı fosforda 3, yəni 3 də ola bilər cavab. Əslində, yəni yoxlayaq görək cavab nə seçiblər. Bir dəqiqə. Bəli, açdıq cavabları. Deməli, cavabları da 17-ci sual Y variantıdır. Gəlin qalxaq yuxarı. Yuxarı qalxaq. Və baxın, burada da 17-ci sual. Deməli,
müxtəlifləri deyil. Müxtəlif olanda onda duda ilə qrafit eyni elementdir. Azonla oksigen də eynidir. Qırmızı fosforda da başqadır deyə. Yəni olur neçə? 3 müxtəlifi soruşur. Onda burada yəni onu daha dəqiq bildirməli idi. Sual biraz korrekt qurulmayıb. Yəni əgər baxsaq elə ayrı-ayrılıqdır. Deməli burada var karbon, oksigen elementi və fosfor elementi. Belə. Xörək duzu və çay qumu qarışığını bir-birindən necə ayırmaq olar? Xörək duzu suda həll olur, çay qumu isə həll olmur. Ona görə də birinci çay qumunu nə edirik? Süzürük, süzəcəyik. Daha doğrusu birinci suda həll edəcəyik. Suda həll edirik. Sonra süzürük. Sonra isə buxarlandırırıq. Yəni cavab C variantı. 4 valentli elementin oksidini, molar kütləsini, oksigenin molar kütləsinə olan nisbəti 2-yə bərabərdir. Bu elementin nisbi atom kütləsini müəyyən edin. Deməli, əgər elementimiz 4 valentlidirsə, onda olacaq XO2. Yəni 2 dənə oksigen olacaq. Çünki oksigen 2 valentlidir. Və deyir ki, 4 valentli element oksidinin molar kütləsi oksigenin molar kütləsinə. Oksigenin molar kütləsi isə 32-yə bərabərdir. Ona görə də XO2-ni bölürük 32-yə bərabər olur 2-yə. Əgər biz burada proporsiyanı həll etsək, onda oksigenin molar kütləsi, daha doğrusu bizim maddənin molar kütləsi olur nə? 2 vurulsun 32. 2 vurulsun 32. Bu da eləyir, bu da edir 32-ni 2-yə vuranda 64. Yəni bizim maddənin kütləsi olur 64. Bu 64-də 32-si düşür oksigenə, çıxırıq 32 və yerdə qalır 32. Bu isə olur bizim maddəmiz. Deməli, elementimizin nisbi kütləsi oldu neçə? 32. Elementimizin molar kütləsi oldu 32. Bunları silək, təmizləyək. Sonra düşək aşağı. Eyni cinsli qarışığı göstərin. Eyni cinsli qarışıq homogen qarışıq da adlanır. Xörək duzu və su eyni cinsli qarışıqdır. Çünki onların hissəcikləri bir-birində həll olması görüşmür. Eyni cinsli qarışığı göstərin. Kükürt tozunun qumla qarışığı, qumun gil ilə qarışığı, dəmir tozunun kükürt tozu ilə qarışığı, dəmir tozunun su ilə qarışığı, etil spirtinin su ilə qarışığı. Baxın, bu etil spirtinin su ilə qarışığına qədər olan qarışıqların hamısı gördüyünüz kimi dəmir tozunun su ilə qarışığı bu nə olacaq? Bu suspenziya olacaq. Çünki dəmir tozu çökmüş olacaq dibə. Sonra dəmir tozunun kükürt tozu ilə qarışığı. Bunlar bir-birinin rəngləri ilə fərqlənir və ona görə də bu heterogen qarışıq olacaq. Qumdur, gildir, onlar da bir-biri ilə fərqləndiyi üçün hissəciklərinin formasına, razmerinə görə heterogen qarışıq olacaq. Kükürt tozunun qumla qarışığı bir-birindən fərqləndiyi üçün heterogen qarışıq olacaq və eyni cinsli qarışıq qalır etil spirti ilə su. Deməli cavab olur Y.
İkivalentli metalın sulfat duzunun belə məsələləri gəlin hərəkət eləməyək. Nəyə görə? Çünki orada molar kütləni, Avogadro qanunu keçəndə edərik. Bunları etməyək. Ancaq ilkin anlayışlara aid olan məsələləri eləyəcəyik. Hansı sırada bir atomlu bəsit maddələr əmələ gətirilən elementlər göstərilmişdir? Bəsit maddələr və bir atomlu. Bir atomlu bəsit maddələr hansılardır? Bunlar nəcib qazlardır. Və ona görə də nə olur? Arqon və helium. Hansı sırada və metallarda bir atomlu? Hansı sırada çox atomlu bəsit maddələr əmələ gətirən elementlər göstərilmişdir? Baxın, burada nəcib qaz var, neon, ona görə də getdi. Burada helium nəcib qazdır, getdi. Burada da helium nəcib qazdır, getdi. Və bir dəqiqə. Deməli, hamısı gedir. Oksigen, arqon. Arqon da nəcib qazdır, getdi. Kükürt, fosfor. Fosfor və kükürt çox atomlu. Bəli, ikisi də çox atomludur. S8 və B4. Hansı halda bəsit maddə haqqında söhbət gedir? Oksigen kükürt qazının tərkibində. Bu elementdir. Mis kuparosunun tərkibində yenə elementdən söhbət gedir. Azot havanın tərkibində, baxın, azot havanın tərkibində qaz kimidir və bu da bəsit maddədir. O biri variantlara baxaq. Azot nitrat turşusunun tərkibində yenə elementdən söhbət gedir. Civə oksidinin tərkibində yenə elementdən söhbət gedir. Hansı halda hidrogen bəsit maddə deyil? Kimyəvi element kimi göstərilmişdir. Hidrogen ən yüngül qazdır. Bu bəsit maddədir. Hidrogen suyun tərkibinə daxildir. Baxın, hidrogen suyun tərkibinə daxildir. Yəni, bu bəsit maddə şəklində deyil suyun tərkibində. Bu element kimi, yəni hidrogen elementi var suyun tərkibində və oksigen elementi var suyun tərkibində. Ona görə də cavab olur B variantı. O biri variantlara baxaq. Hidrogen oksigenlə reaksiyaya girir. Bəsit maddə kimi. Hidrogen reduksiya edicidir. Bəli, bəsit maddə kimi. 2 həcm hidrogen, 1 həcm oksigen ilə guruldayıcı qaz əmələ gətirir. Yəni, 2 həcm hidrogen qazı və oksigen qazı, bunlar da nə olur? Bəsit maddə olur. Adi şəraitdə qaz halında 2 atomlu bəsit maddələr əmələ gətirilən elementləri göstərin. Deməli, burada brom maye şəklindədir. Burada helium 1 atomludur. Burada kükürt hidrogen, kükürt bərk maddədir. Sonra oksigen, karbon, burada karbon bərkdir və yerdə qaldı azot və xlor. İkisi də qaz halında çox atomlu, yəni 2 atomlu bəsit maddədir. Adi şəraitdə qaz halında olan 1 atomlu bəsit maddədir. 1 atomlu gedirsə söhbət 1 atomlardan, bunlar nəcib qazlar olmalıdır. Yəni arqon və helium. Çox atomlu bəsit maddələr əmələ gətirən elementlər göstərin. Bu kükürt və fosfordur. S8 və B4. Müxtəlif cinsli qarışıqları göstərin. Xörək duzu, şəkər duzu su ilə eyni cinslidirlər. Kükürt su, təbaşir su müxtəlif cinslidirlər. Ona görə də cavab olur 2, 4, B. Eyni cinsli qarışıqları göstərin. Eyni cinsliləri istəyirsə, glukoza ilə su, bəli, eyni cinslidir və xörək duzu ilə su, bu da eyni cinslidir. Ona görə cavab olur 1, 3. Qarışıqları göstərin. Şəkər qarışığı deyil, hava qarışığıdır, çünki tərkibində bir neçə dənə qaz var.